Bax, beləcə fasilədən sonra sizinlə bərabərik. Söz vermişdik ki, fasilədən sonra dərhal biz bir qonağımızı dəvətləyəcəyik. Çünki bu hadisələr baş verirsə, dərhal təhlükəsizliyi düşünürük, elə deyil mi? Tamamilə doğru, çoxlu suallarımız var. Xoş gəldiniz. Xoş gəldiniz. Orxan Musayev bizimlə bərabərdir, təhlükəsizlik üzrə mütəxəssis. Bilirəm ki, hal-hazırda diqqətiniz bizdə olacaq və təhlükəsizliyimizi qorumaq üçün nələr etməliyik? Nələr etməliyik? Yeri gəlmişkən, hətta bir video görüntümüz də olacaq. Türkiyənin məhz zəlzələ bölgəsində olan Hatay şəhərində. Bilirsiniz ki, dünyaca məşhur alpinist İsrafil Aşurlu da bu günlərdə oradaydı. Məhz bu hadisə olar-olmaz özünü çatdırır həmin hadisə bölgəsinə və orada bir çəkiliş hazırlayıb. Əslində hadisə necə olub? Bunlar deməli buza dırmanma ilə məşğul olurlar, bilirsiniz. Və o istiqamətdə gedərkən bu hadisənin baş verdiyini eşidib dərhal kömək etmək niyyəti ilə gəliblər həmin o hadisə baş verən yerə. Gəlin görüntünü izləyək. Bəli. Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. Mən İsrafil Aşurlu və mənim dostum Rinat Rəhimxanov könüllü şəkildə dağçılıq, türk dağçılıq könüllü qrupa ilə birlikdə üzvləri kimi hal-hazırda Hatay şəhərində fəaliyyət göstəririk. Biz buraya ayın 6-sı axşam Erzurum şəhərindən gəlmişik. Orada biz buza dırmanma festivalında iştirak eləmişik və bu 3 gün içərisində biz 10 nəfəri xilas edə bilmişik bizim qrupamız. Türkiyə üçün, həm də Azərbaycan üçün, bütün dünya üçün böyük bir faciədir və demək istəyirdim ki, Türkiyə, sən tək deyilsən. Azərbaycan səninlə birlikdədir. Alqışlayırıq sizi həqiqətən də. Bir can belə böyük bir qəhrəmanlıq deməkdir və 10 canı xilas etmək nə xoş bizə. Tək ki, bax, bu cür xəbərlərimiz daha çox olsun. Təbii ki, Türk dövlətinin yanındayıq, başqa cür ola da bilməz. Dəyərli dostlar, biz isə həmən qayıdırıq mövzumuza vaxtı itirmədən. Çünki bu hadisələr hər birimizi sarsıtdı və əminəm ki, sizə də ünvanlanan bir çox suallar oldu ki, hər birimiz evdə ailəmizlə bərabər yaşadığımız müddətdə bu sual bizi narahat edir. Bizim evimiz nə qədər etibarlıdır, nə qədər möhkəmdir. İlk öncə qardaş Türkiyədə baş verən bu dəhşətli faciə nəticəsində həlak olanlara Allahdan rəhmət diləyirik, yaralılara isə tezliklə şəfalar diləyirik. Ümumiyyətlə, zəlzələ dedikdə biz nə anlayırıq? Zəlzələ nədir? Zəlzələ qəflətən baş verən, bir neçə saniyə ərzində davam edən, yer titrəməsi nəticəsində çox saylı dağıntılara və insan tələfatına səbəb ola bilən fövqəladə bir hadisədir. Fövqəladə hadisələr zamanı isə ümumiyyətlə öncədən bütün tədbirlər görülməlidir. Gəldikdə zəlzələyə isə zəlzələ zamanı görüləcək tədbirlər 3 əsas mərhələyə bölünür. Birinci mərhələ zəlzələdən öncə, yəni önləyici tədbirlər görülməlidir. Hər ehtimala qarşı deyək. Bəli, hər bir halda önləyici tədbirlər görülməlidir. İkinci mərhələdə isə zəlzələ zamanı artıq davranış qaydaları qeyd olunur. Yəni, zəlzələ zamanı necə davranmaq lazımdır. Üçüncü mərhələ isə artıq zəlzələ baş verdikdən sonra hansı davranış qaydaları... O zaman birinci mərhələyə keçək. Bəli, keçək birinci mərhələyə. Faciədən öncə biz nə etməliyik? Faciədən öncə, ümumiyyətlə zəlzələ baş verməmişdən öncə biz bütün təhlükələr zamanı önləyici tədbirlər görməliyik. Məsələn, evin qurulması zamanı, misal üçün, hər hansısa bir yeni mənzilə köçürüksə, orada evin əşyalarının qurulması, yerləşdirilməsi zamanı biz diqqət yetirməliyik. Məsələn... Burada fərq edir, çox üzr istəyirəm, yüksək mərtəbəli binada yaşayırıqsa, yoxsa müstəqil evdə yaşayırıqsa, yəni həyətyanı evdə yaşayırıqsa. İstənilən halda yeni mənzilə köçürüksə, məsələn, uşaqların yatacaq yerləri pəncərələrə yaxın olmamalıdır, şüşələrə yaxın olmamalıdır. Servantların üzərində hər hansısa bir ağır çəkili əşyaların, obyektlərin qoyulmasına yol verilməməlidir. Çünki məlum məsələdir ki, zəlzələ nəticəsində onlar insanlara xəsarət yetirə bilər. Hər bir evdə təhlükəsizlik nə deməkdir? Yəni, biz zəlzələdən danışırıq. Amma gəlin, təhlükə dedikdə təkcə zəlzələ deyil. Hər hansı bir hadisə baş verə bilər. Və bu hadisələrdən sığortalanmaq üçün təhlükəsizlik nə deməkdir? Ümumiyyətlə,
bütün növ fövqəladə hadisələrə hər bir zaman insan hazır olmalıdır. Bu hazırlıq səviyyəsi də həm psixoloji, həm fiziki olmalıdır. Psixoloji hazırlıq dedikdə bizim televiziya kanallarında müvafiq dövlət orqanları tərəfindən aparılan maarifləndirici və təbliğat xarakterli tədbirlərdən gedir. Bunlar kifayət qədər aparılır. İnsanlar nə etməlidir? Yaxşı, bunu qoyduq ki, bunlar baş verdi. İnsanlar nə etməlidirlər və nəyi bilmək mütləq vacibdir. Çünki hal-hazırda elə əməkdaşlarımız bizə məlumat verirlər, yadımıza saldılar ki, bayırda da küləkdir. Axşamdan etibarən şiddətli külək müşahidə olunur. Dünən və hətta səhər saatlarında biz işə gələrkən də yəni özümüzü güclə çatdırdıq. Həm də o külək axşam saatlarında o dərəcədə... Avtomobili idarə edərkən belə külək səni sağa-sola yönəldir. Yəni, ümumilikdə bir təhlükəsizlikdən danışaq ki... Ağacların tutaq ki, altından keçərkən, yəni bu da əslində təhlükəlidir. Böyük köklü ağaclar və yaxud da ki, tavanı uça bilər. Bir çox faciələr ola bilər. Necə özümüzü qoruya bilərik, nə etməliyik, nələrə diqqət yetirməliyik? Bəli. Mən bayaq qeyd edildiyim kimi psixoloji hazırlıq hər birimizdə var. Lakin fiziki hazırlıq nədən söhbət gedir? Bizdə mütəmadi olaraq praktiki təlimlər keçirilməlidir. Məsələn, hündürmərtəbəli binalarda hər hansısa bir fövqəladə hal yaşanarsa, bura zəlzələ də daxildir, yanğın da daxildir və yaxud hər hansısa bir qaz sızması nəticəsində baş verən partlayış da daxildir. Burada mütləq bina sakinləri xüsusi təyin olunmuş toplanma məntəqəsinə doğru hərəkət etməlidir. Hara doğru? Yəni, hər bir binanın müəyyən bir təhlükəsiz yerində toplanma məntəqəsi təyin olunmalıdır. Əslində biz bilirik onu, dəyərli dostlar. Məncə heç birimiz bilmirik. Şəxsən mən bilmirəm. Hansı bir hadisə baş verərsə, o təhlükəsizlik dediyimiz yer haradır? Böyük ehtimalı evdə beton sütunun yanında dayanacaq. Əlbəttə olar. Biz ona diqqət etmirik, amma əslində var. Bir çox hündürmərtəbəli binaların yanında belə toplama yeri deyilən yazılar olur. Mən bunların hər birini görmüşəm. Bu insanlara məlumat verilməlidir ki, onlar nə üçündür? Və toplama məntəqəsi olmalıdır və hər hansısa bir fövqəladə hal yaşanarsa, artıq toplama məntəqəsinə doğru hər bir insan hərəkət etməlidir. Qaldı ki, zəlzələ məsələsinə biz önləyici tədbirləri qeyd eləyək. Məsələn, qeyd elədiyimiz kimi servantların üzərində hər hansısa bir əşyalar qoyulmamalıdır, ağır əşyalar qoyulmamalıdır. Ondan əlavə olaraq hər bir evdə təhlükəsizlik üçün öncədən çanta olmalıdır. Həmən çantanın üzərində ilkin tibbi yardım ləvazimatları, yəni dərman preparatları, müəyyən bir vacib sənədlər yerləşdirilməlidir. Hansı ki, hər hansısa bir fövqəladə hal yaşanarsa, biz onları sənədləri götürməyə vaxt itirməyək. Ondan əlavə su, müəyyən bir miqdarda su yerləşdirilməlidir və qida məhsulları. Yəni, müəyyən bir konservativ növdə qida məhsulları yerləşdirilməlidir ki, hər hansısa bir hadisə yaşanarsa, biz artıq o çantanı götürüb ehtiyatımızı qoruyaq. Ondan sonraki tədbirləri... Yadıma düşür 2000-ci illər. Yəni, bu vəziyyət bizə təbii ki, tanışdır. Çoxlarımız bu hadisəni keçirdik. Hətta uzun müddət zəlzələdən sonra çoxları evlərinə qayıtmırdılar, küçələrdə yatırdılar, avtomobillərdə yatırdılar, çadırlar qururdular. İş ondadır ki, bir müddət hər birimiz bu təlimə riayət edirdik. Hər birimizin evdə bir çantası var idi ki, Allah eləməsin, belə bir problem olarsa, həmin o çantanı götürüb evi həmən tərk edir. Amma təbii ki, pis günün ömrü az olar deyirlər. Bəlli bir vaxt keçir, hər bir şey əvvəlki həyatımız dönür. Əvvəlki həyatımıza qayıdırıq və bütün bunlar unudulur. Bax, unudulmaması üçün mənə elə gəlir ki, istər təhsil ocaqlarında, eyni zamanda valideynlər, siz daha ayıq olmalısınız. Övladlarınızı, bax, bu təlimlərini özünüz keçməlisiniz ki, istər-istəməz, bilirsiniz, bəzən biz düşünürük ki, böyüklər də bu hər bir şey eləyə bilər. Amma böyüklər belə bəzən o vəziyyətdə çarəsiz qalır və övladlarımız bizə o çıxış yolunu göstərirlər. Orxan, belə bir sual verəcəm. Bilirsən ki, telefon bağlantımız oldu, bizimlə bərabərsən bu saatlar ərzində. Rasim Aşın çox maraqlı bir telefon bağlantısı sözdürdü ki, birinci təkan baş verərkən insanlar axın etdilər bayra. Sonra yenidən binalara qayıtdılar və ikinci təkanda daha çox faciə yaşanmış oldu. Bax, bu barədə də istəyərdi məlumat verəsiniz ki, bu da təhlükəsizlik üçün ən vacib amildir. Adəti üzrə ikinci təkan bir neçə saniyədən sonra olur. Olurmu ki, biraz bu vaxt daha çox uzana bilər? Baxın, bizim qeyd elədiyimiz 3 mərhələli davranış qaydalarından birinci mərhələni qeyd etdik. Yəni, önləyici tədbirlər barədə danışdıq. İkinci mərhələ, artıq zəlzələ baş verib, biz birinci təkanı hiss eləmişik, necə davranmalıyıq? İlk öncə çalışmaq lazımdır ki, binanın künc hissələrində və yaxud qapılar yerləşən hissədə dayanmaq və yaxud oturmaq, ən əsas da başı tutmaq lazımdır. Əgər mümkündürsə, masaların altına keçmək, çünki masaların altında olmaq da yuxarıdan düşən hər hansısa bir obyektləri bizə zərər yetirməkdən qoruyur. Bax, bu tədbirlər mütləq qaydada görülməlidir. Birinci təkan baş verir və birinci təkanla ikinci təkan arasında 15-20 saniyə vaxt olur. Yəni, əgər biz
bu 15-20 saniyə ərzində liftdən istifadə etməmək şərti ilə pilləkənlərlə aşağı doğru, yəni qeyd elədiyimiz toplama məntəqəsinə və yaxud binanın aşağı hissəsində çıxış məntəqəsinə doğru hərəkət edə biliriksə, artıq biz binadan çıxmış sayılırıq və sonrakı mərhələdə artıq binaya daxil olmamalıyıq. Biz müvafiq dövlət orqanları tərəfindən bizə verilmiş təlimatlara riayət etməliyik. Nə qədər aralanmalıyıq həmin o məkandan, tutaq ki? Əgər hündür mərtəbəli bir binanın yanında yaşayırıqsa? Ümumiyyətlə, tamamilə binadan aralanmaq lazımdır ki, hər hansısa bir binanın aşma ehtimalı da ola bilər. Yəni, o aşma nəticəsində bizə hər hansısa bir xəsarət yetirməsin. Mən ona görə qeyd edirəm ki, toplama məntəqəsinin, binaların həyətində toplama məntəqəsinin olması çox vacib bir faktordur. Toplama məntəqəsi olarsa, hər bir kəs biləcək ki, fövqəladalar zamanı konkret olaraq hansı ərazidə dayanmaq lazımdır. Bu ikinci mərhələdir. Üçüncü mərhələ, artıq biz binadan çıxmışıq, binanı tərk eləmişik. Ondan sonra digər insanlara yardım etməyə çalışmalıyıq, müəyyən özümüzü təhlükəyə atmamaq şərti ilə. Onu əgər edə biləcəksə, həqiqətən də bu zəlzələdən maksimum, yəni minimum zərərlə çıxmış olacağıq. Belə bir düşüncə var ki, Orxan, birinci zəlzələ, birinci təkan oldu, qoy qayıdın bir televizoru götürüm evdən çıxım və yaxud nəyə götürüm. Yəni, bax, bu düşüncə ilə yenidən qayıdırlar və sonra böyük bir faciənin altına özlərini atmış olurlar. Bax, bu məlumatı ötürək, buradan bir çağırış eləyək ki, yəni bina tam təhlükəsizliklə, yəni xidmətlər gəlir də, xüsusi orqanlar gəlirlər, təmizləyirlər, baxırlar, təhlükəsizliyi tam təmin edəndən sonra insanlar geri dönə bilərlər. Bax, bu çağırışı etmək istəyirəm mən buradan. Sizinlə bərabər. Bayaq Elnur, biz sənə söhbət eləyəndə, dünən deyəsən danışmışdıq, bu, əgər hündür mərtəbəli binada yaşayırsınızsa və yetərincə hündür mərtəbədə yaşayırsınızsa, pilləkənlərlə yuxarıya qalxmaq lazım. Doğrudurmu bu? Ümumiyyətlə, bizim hündür mərtəbəli binanın, məsələn, ən axırıncı mərtəbəsində zəlzələ hadisəsi baş veribsə, bizim o qeyd elədiyimiz 10-15 saniyə ərzində təbii ki, liftdən istifadə etmək olmaz. Pilləkənlə aşağı düşmək biraz real görünmür. Ona görə də ev şəraitində, evin içində müəyyən o təhlükəsizlik tədbirlərini görülməlidir. Məsələn, künc hissələrdə dayanmaq, masaların altında dayanmaq və həmən təhlükəsizlik çantasını hazır vəziyyətdə saxlayıb artıq növbəti təkanı gözləmək lazımdır və əgər evdə uşaqlar varsa, bizim qeyd elədiyimiz bu təbii ki, böyüklər müəyyən bir tədbirlərlə bağlı məlumatlıdırlar. Amma uşaqlar ən çox hansı davranış qaydaları göstərilməlidir, onları bilmirlər. Uşaqları yəni özümüz bağlamalıyıq. Müəyyən o qeyd elədiyimiz kimi, tutaq ki, masanın altındayıqsa uşağı da özümüz belə bağlamalıyıq ki, uşaqların üzərində hər hansısa bir dağıntılar nəticəsində... Əziz uşaqdırsa özümüzə sıxaraq gizlənməliyik. Bir də məktəblərdə xüsusi olaraq digər biz beynəlxalq praktikaya əsaslansaq, orada məktəblərdə xüsusi tədbirlər keçirilir. Məsələn, süni bir zəlzələ siqnalları verilir və son zamanlar ərzində bu cür video görüntülər də yayılıb bir sıra ölkələrdə. Siqnallar verilir və artıq uşaqlar özləri bilirlər ki, nə etmək lazımdır. Hər biri masanın altına girir, müəllim daxil olmaqla masanın altına girirlər və növbəti komandanı gözləyirlər. Birinci təkan olur, birinci təkan olandan sonra dərhal ərazini tərk edirlər. Məktəbi tərk edib, çöldə artıq ikinci təkanın olmasını gözləyirlər və müəyyən bir təhlükəsizlik tədbirlərini görürlər. Orxan Musayev, təhlükəsizlik üzrə mütəxəssis bizimlə bərabər idi. Vacib məsələlərə toxunduq, vacib məsələlərdən danışdı. Bilirsiniz ki, ilk saatlarda Vüsailə xanım bizimlə bərabər idi. Vüsailə Zahirova, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı. O da dedi ki, bir çox müəssisələr müraciət etdiyi halda biz təhlükəsizliklə bağlı təlimlər keçirdirik. Və mən bilirəm ki, bu təlimlər hansı müəssisələrdə keçirilir və hətta mən 2 dəfə bu təlimlərdə görmüşəm, yanğın əleyhinə keçirilib ki, insanlar dərhal bir çox fəlakətlərə qarşı olan təlimlər. Yəni, bunlar baş verir, bunlar keçirilir, amma hər ehtimala qarşı biz yenidən məktəblərdə bu məsələyə çox diqqətlə yanaşmalıyıq. Əziz tamaşaçılarımız, Gün Başladığını izləyirsiniz, unutmayın ki, siz Gün Başladıya